Baboş canlı yayımda maraqlı açıqlama verib. O bildirib ki, gecə yarısı toyuqlarına yem verib. Böyük iti də yemdən dadıb. Ardınca isə göz dəyib, toyuqlarım qırılıb sözlərini işlədib. Bu açıqlama izləyicilər arasında müxtəlif reaksiyalara səbəb olub. Həmin görüntüləri təqdim edirik. Eve koyamadım. Erkekti diye test şey değil. Koti. Diye oradadır. Koti. Ay Koti. Kesa yemek koymuşum kaynamaya. Değil uşaklar burada. Koti. Ağrımırsa. Hı? Koti güzeldi. Koti güzeldi. Ağrımırsan. Hı? Oynanmır. Allah maksı öldürsün. Ördek balalarını bıraktım çöle. Uzanmışsınız yine. Deyə uşaqlar, beçələrim bunlardır, bax, qalan bunlardır. 80 dənəsini götürdüm. Qıxıldayırlar, bax. Gətirim yenə verim. O biriləri tüyüqlar, bax, beçələrim bunlar qalır. Ördəyə iş nə olmur, ona görə ördək saxlayıram. Ördəklər iş nə olmur. Bal ördəklər çıxır. Her gün yoxlayıram, görüm bal ördək çıxmıyor. Yeri. Sən də gəl çıx oradan. Çıx. Çıx bal ördək. Elimi tümdükləmə. Sən də çıxır. Yok, sen de çıkmıyor. Sen de çıkıyor. Yok. Sen de. Yok, sen de çıkmıyor. İkisi de burada. Yoxlayıram, uşaqlar, görüm ördək balalarım çıxmıyor. O yanlış deme. Ama bakın görün uşaqlar. Yok, bunda da çıkmıyor. Gel. Gel git ya. Onu da. Buna bakın diyorum. Oo, buna çık diyorsun. Ay mama elimi koparttı. Ay Allah. Çıkmıyor uşaqlar hələ. Bax bunları təzə götürmüşəm 2-3 gündür. 10 neçə dənədir. Bunları yekəltdim, bunları düzüm. Uşaqlar, qışa bilsən nə qədər ördəyim olacaq? 200 dənə. Balacalar 50 neçə dənədir, bax bunlar. Bunlar uşaq bir aylığa 10 neçə gündür. Töyüklarım orada uşaqlar, töyüklarım heç nə olmuyor. Töyüklarımı cuma iynəsini vurdumuşam. Bu beçələr Bu beçələrə nə olursa bax bunlar olur, bax. Qırıldı, bir üzdən qırıldı, getdi, bax. Bir üzdən qırıldı. Hələ ki yaxşı açıqları, dərmanlı su verir. Gidib dərmanlarını qarışdırım. Dərmanlı su verin, biraz diriliflər. Allah ne olar hiç olmasa bunlar ölməsin. Dedi dərmanım ver.
Dərmanı qutarandan sonra keçi müayinəsi vur döşünə. Deyim. Deyir, çox zəifdilər. Ağıllılar, gəlin yeməklərimizi verin. Şimdi tüyüklarım yumurtuyor. Qəşəkdirlərmi uşaqlar? Ay kızlar, ne varım kotu yazıqdı da, kotunu biraz əzifdən ha. Bu yazını, ne var kotunu da biraz çişliyib yaralıyıb da, tualeti öldürmədi. Zorla aldığı ağzından. Millət yığışdı səsimə. Bu. Qışqırdım, heç qonşular töküldü. Ala bilmirdim ağzından, tutur bırakmır. Qanına bələnmiş qapının setkanı açan kimi tez çıxdı çölə. Deyir ki, töyüklarım bunlardır uşaqlar. Töyüklarım heç nə olmuyor. Yo. Töyüklarım yaxşıdır. Töyüklarım yaxşıdır, dərmanı su verirəm. Ha. Nəysə alım? Burada durmayın, bana gedin girin içeri.